Və ən böyük komfort zonası sizin valideynlərinizlə bir evdə yaşamağınızdır. Başlanğıcda ideal səslənir, deyirsiniz valideynlərinizlə yaşayırsınız, çox yaxşı, amma əmin olun ki, yəni bu sizi geri çəkir, çünki inkişaf eləyə bilmirsiniz. Yəni özünüzü belə deyim, tam olaraq bilmirsiniz ki, yemək bişirə biləcəksinizmi, tək yaşaya bilirsinizmi, nəsə problem olanda həll eləyə bilirsinizmi, bu aylıq evin xərcləri var, onu siz görürsünüzmü? Yəni bir çoxunuz Azərbaycanda yaşayan insanlardan danışıram ki, açıq sizə deyim, şanslısınız nə baxımdan. Ən azından bilirsiniz ki, yaşamağa ailənizin evi var. Bir çox insanda bu var. Yəni ən azından bilirsiniz ki, yəni çöldə qalmayacaqsınız. İnanın ki, yəni Estoniyada elə şəxslərlə tanış olmuşam ki, yəni 18 yaşında ailəsi birbaşa evdən qovur ki, çıx get. Yəni elə ailələr də var. O qədər mənim dost tanışım gəlib mənim evimdə aylarla qalıb ki, yəni adamın ailəsi evindən qovub ki, yəni yoxdur da, yeri yoxdur. O adam artıq məcburdur ki, nəsə iş tapsın. Və yaxşı bir şey kimi səslənməsə də, amma bu insanın mən sonda necə uğurlu olduğunu da görmüşəm. Belə bir reallıq da var.